Ay Pınhan, gör nə gəlir? Kömürdür, bu nədir bu? Bax, 10 kiloluq elit kömür. Bax, 7 kiloluğu da var bunun, 10 kiloluğu da var. Ay, Bu maşallah. kömürün digər kömürlərdən fərqi nədədir? Bax, gəl buradan çək Pınhan bunu. Bax. Baxın da. Bax, bu kömürün digər kömürlərdən fərqi nədir? Özünün içində, bax, fikir verin. Bax, içində yandıranı da var, kibriti də var. Hadi. Bəs indi soruşacaqsınız bunun əsas üstünlüyü içində yandıranı, kibriti olmağıdırmı? Təbii ki, yox. Kömürümüz təmiz bərəs kömürüdür. Bax, köhnə kababçılardan, usta kababçılardan, qocamanlardan soruşun ki, ən yaxşı kömür hansıdır? Bax, nəyinə görə yaxşıdır onu da deyəcəm. Bax, görürsünüz, təmiz karbonizasiya olunmuş. Siz kabab pişirəndə alovlanma verməyən, yandırmayan, o duzlu su ilə bezdirməyən kömürlərdən də. Bax, orijinal vələs kömürüdür. Alırsınız, qəşəng bax, kabablarınızı pişirirsiniz, yandırandan da istifadə edirsiniz də, əziyyət çəkmirsiniz, yandırma problemi də yaşamırsınız. 7 kiloluq, 10 kiloluq paketlərdə elit kömür şirkətinə məxsus manqal grill kömürüdür. 100% təbii vələs ağacından hazırlanan kömürdür. Alın, təbii kömürdür, heç bir qatqısı yoxdur. Öz qonaqlarınıza, ailə üzvlərinizə ideal kababın, grillin həzzini datdırın. Nətərdir ay Pınhan? Qəşəkdir qa. İdeal kömürdür. Biz elit kömürü seçdik. Sizin də seçiminiz elə elit kömür olmalıdır.